Bilirsiniz necədir? Ümumiyyətlə bu müharibənin bu və digər formada qurtarması istiqamətində müxtəlif versiyalar və şayələr irəli sürülməkdədir. Yaxud da ki, bu versiyalar üzərində işləyirlər. Məsələn, Amerika Birləşmiş Ştatları və Rusiya bu və digər versiya üzərində işləyir və onu həyata keçirməzdən əvvəl ictimaiyyətin nəzərinə buraxır, yaxud da ki, ictimai yoxlamasına buraxır, yaxud da ki, nəbz öyrənmək üçün buraxır və ondan sonra müəyyən nəticələr əldə etdikdən sonra bu layihəni irəli sürürlər. Və mən hesab edirəm ki, sizin qeyd etdiyiniz layihə də hələ təsdiqlənməmiş, hələ ortalığa qoyulmamış, hələ təsdiqlənməsi gözləməyən bir layihədir. Bu sadəcə nəbz yoxlamaq üçündür. Və digər tərəfdən mən həqiqətən də Zelenskinin qısa müddətdə, yəni ki, ən azından atəşkəs əldə olunduqdan sonra istefa verəcək. Yaxud da ki, Ukraynada yeni prezident seçkilərinin keçirilməsini məqsədə uyğun sayıram, ya da gözlənən sayıram. Ona görə ki, Trump da demişdi və ümumiyyətlə bütün dünya ölkələrdə hesab edirlər ki, atəşkəs əlində olundan sonra prezident seçkiləri keçməlidir. Prezident seçkilərinin keçirilməsinin qarşısını alan indi nədir? Müharibənin getməsidir və atəşkəsin olmaması. Bu onsuz da keçiriləcək də, yəni qayda qanun bunu deyir. Amma digər məsələ var ki, keçiriləcək, amma keçiləsi zamanı Zelenskinin qalib gəlmə ehtimalı da var. Məsələn, Zelenski təqdim olan layihələrin hər hansından birindən imtina edərsə, qol çəkməkdən imtina edərsə, bundan sonra nə qədər seçki keçirilirsə, Zelenski öz qalibiyyətini orada təmin etmiş ola bilər. Yəni, Amerika Birləşmiş Ştatları Rusiya mənafələrinə xidmət edən qanun layihəsi, yaxud da ki, sülh müqaviləsi ortaya qoyacaqsa və Zelenski buna imza çəkməyəcəksə və təbii ki, Zelenski istefa verəcək və yenidən seçkilərə gedəcək. Və belə olan halda Zelenski yenidən seçmə ehtimalı daha böyükdür.